Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq müəllimlərin əmək haqqları artırılacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili şöbəsinin müdir müavini Nurlan İsmailbəyli deyib. O bildirib ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var. Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxslərin bir-birindən fərqləndirməkdir. Nurlan İsmailbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əmək haqqını 35% əlavə ilə, 38 min isə 10% əlavə ilə alır. Cari ildən Naxçıvan da daxil olmaqla ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonraki apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir deyə o əlavə edib.